Konsertə fəaliyyət göstərən Azərbaycan Radiosunun sədri Məmməd bəy Azəri dəvət edirəm. Çox əziz qonaqlarımız, uzaq yollardan zəhmət çəkib, bugünkü gün bu konsertə gəlibsiniz, hamınıza hoş gəldiniz. Əziz dostlar, ilk öncə bu konsertin yaranmasında 3 təşkilat əsasən böyük yardımda bulundu. Bunların ən başda gələni təbii ki Daçdı Dünya Azərbaycanlılar Kongresi, bu tədbirin birinci sponsoru və onun özəlliklə də sədri Birəşşəf bəyə təşəkkür edirəm buradan ki, bu konsertin yaranmasında bu səhnəyə bugün Kuzey və Güney Azərbaycan, bütöv Azərbaycan birliyini yaşatmaq ümidi ilə biz səhnəni yaratmışıq. Kuzeydən Röya xanım ki, hamınıza məlum, gözəl müğənnimiz və təbii ki, Güneydən də Güneyin gözəl səsi, unudulmaz səsi Yaqub bəy Zürufçudur. Sevinç xanım da işarə etdi. Təbii ki, bu konsert bir xeyriyyə konsertidir. Güney Azərbaycanda, İran adlanan ölkədə bir təbii fəlakət baş verdi və bu təbii fəlakət əgər dünyanın bugünkü gündə yetişkən ölkələrində olsaydı, bəlkə də heç bir nəfər ölməyirdi, bir nəfərin burnundan da qan gəlməyirdi. İran adlanan ölkədə o qədər insanlarımızı o yaşayışda saxlayıblar ki, bir kiçik 5-6 dərəcə riskli bal gücündə olan zəlzələ bir böyük fəlakətə çevrilir. İnsanlarımız təbii ki, özünüz bilirsiniz, görürsünüz, mətbuatda, mediada göstərilir, hələ də çadırlarda yaşayır, 4 ay bu fəlakətdən geçir. İran adlanan ölkə, İran Respublikası heç bir yardım etmir. Deyəndə də dünyadan ən birincisi qardaşlarımız Azərbaycandan kamyonlar göndərdilər. Və bu kamyonların qarşısı İran hökuməti aldı. İndi biz özümüz bunu yardım edəmək. Nəysə, çox vaxtınızı almayın. Təbii ki, bir konsert havasını sizlər üçün yaşatmağa burada təbii ki, bir şərait yaradacaq. Mən Rafael bəydən də təşəkkür edirəm. Bu konsertin əsas startını o vurdu. Təşəkkür edirəm Rafael bəydən. Ona da bir alqış Rafael bəyə. Çox zəhmət çəkdi, çox işləndi. Amma inşallah ki, daha gözəl bir səhnələr yaranacaq və Rafael bəy də razı qalacaq. Bizim versəmiz bir 2 dəqiqəsində dəyərli idarəyə Daçın sədri, Dünya Azərbaycanlılar Konqresinin sədri, bizim hürmətli Hacı Birəşşəf bəyi səhnəyə dəvət edeyim. Mən ondan sonra Seyyid Şahın Çox sağ olun. Hörmətli xanımlar və bəylər, qərib dövlətdə yaşayıb, qəribçini seçən dostlar, sevimli övladlarım. Əlbəttə, Sevinç xanım və Məmməd bəy bu haqda buyurdu ki, biz bugün Bərzəqan vilayətində yaşayan xalqımızın əziyyət çəkən, yəni 70 kəndə yaxın bu zəlzələdə əziyyət çəkmiş. Təqribən 2000 nəfər əsarət çəkmiş və yaralar almış. Eyni zamanda 250 nəfərə kimi adam vəfat etmişdir. İcazə versəniz, sizliklə biz də 1 dəqiqə onu şükür və yad edərdik. Allah rəhmət etsin. Oldu, sağ olun. Təşəkkür edirəm. Əlbəttə, qardaşlar, mən məclisin əvvəlində istəyərdim ki, təşkilatçılara, idarə heyətinin üzvü Məmməd bəy, Çayvuş bəyə, bizim dostumuz Rafael bəyə minnətdarlığımı bildirim. Çox əziyyət çəkmişəm. Bu günləri Avropanın Stockholm şəhərində bu cür xalqımızın oğulları yığıb, yəni zalın dolması, publikanın yaranması özü böyük
əziyyət bunu yaradıblar. Təşəkkür edirəm mən sizlərə. Hamınıza minnətdaram ki, burada iştirak edirsiniz. Əlbəttə, siz özü bildiyiniz kimi tarixi Azərbaycan torpağı olmuş, Bərzagan zonası, bu günləri Güney Azərbaycanın ən çətin, əziyyət çəkən xalqımızda ən çətin yaşayanlarıdır orada. Ona görə, Məmməd bəy söylediyi kimi, onlar zəlzələdə çox əziyyət çəkmişlər. Yəni, binalar, kasıb binalar olduğu üçün hamısı aşmış. İnsanlar Malatyada yaşayırlar. Eyni zamanda dövlət də kömək eləmir. Ancaq biz bu haqda bir neçə aksiya keçirmişik. Yəni, bir neçə dövlətlər, Qazaxıstanda, Moskvada, Rusiyanın, məsələn, Oktay bəy bunları şahiddir, gözəl aksiya keçirdik və kömək göndərmişik. Ancaq mən ona baxmayaraq, siz qardaşlar burada hamınız əziyyətlə qazanmışsınız. Bugün bu konsertdə iştirak edib, bilet alıb və kömək göstərirsiniz buna. Hamınıza böyük minnətlər bunu bildirirəm. Eyni zamanda mən bir əşrəf kimi və istərdim ki, mən də özüm Məmməd bəy qəbul edeyim. Köməkçimi qəbul edeyim. Çox sağ olun. Hamınızın evinizə gözəl arzu-hava aparmalıdır. Arzular, sağ olun. Sənə dəvət edəcəyim şəxs mənim həmkarımdır, kolleqamdır. Hələ Bakıdan, Azərbaycandan televiziya məkanından. Televiziya məkanında olduqca böyük zəhmətləri olub, əziyyətləri olub. Bir çox telekanallarda çalışıb. Əslində, çox gözəl mahnı söylüyor. Çox gözəl oxuyur, səsi çox gözəldir. Həm rejissorluğuyla, həm mahnı söyləməklə, həm şeir, həm... Yəni, bu insan unikdir. Unikal bir insandır. Səni onu dəvət etmək istəyirəm. Bu kimdir axı? Bu Fuad Dadaşovdur. O səndən çıxmazdan əvvəl, xoş gəlməzdən, bu soyuq kitablarında səni görməyimə olmuş aşağıdan və arzu edirəm ki, bu çıxışında uğurlu olsun. Fuad çox gözəl bir filmin müəllifidir. Bu filmi söyləmək istəyirəm. Kür Çayı filminin. Və olduqca maraqlı bir filmdir. Bir neçə dillərdə bu film bu yaxınlarda televiziya ekranına da çıxacaq. Fuad, mən çox danışmayayım, sən oxu. Bir daha hoş gördük. Əziz, hörmətli dəvətlilər. Bu konserti təşkil, bu tədbiri konserti təşkil edənlərin hamısına təşəkkür edirəm. Mən düzdür, indi Moskva, Rusiyada çalışıram. Rusiya nümayəndələri yola gəlmişəm, amma Bakıya bağlıyıq. Biz hamımız Azərbaycana bağlı insanlarıq. Çox uzatmayayım, başlayalım. Mənim dilimdə danışanlar var. Mənim kimi amiyağımı deyirlər. Ata. Laylaya deyirlər. Torpağa torpaq. Vətənə vətən. Svet. Dünyada nə qədər çay var. Sən bir başqasan. Gör çay. Dizə qədər quma bataraq Marsın kraterləri arasında yol ölçürəm. Dizə qədər quma bataraq Marsın kraterləri arasında yol ölçürəm. Qamışları yara gedirəm aya doğru. Nə qamışdı qudarı, nə də mənim ay işığım. Kaş gül çaydaşaydı, kaş gül çaydaşaydı, kaş gül çaydaşaydı, ürəyimi aparaydı, kaş gül çaydaşaydı.
çölsüz, düzsüz, çəmənsiz, milsiz, elsiz, obasız, anasız, vətənsiz, aylasız. Hansı adlı yaşırlar, hansı dillə, hansı musiqiyle, hansı vətənlə? Kaş kim çaydaşaydım, kaş kim çaydaşaydım, kaş kim çaydaşaydım, neden yaparaydı kaş. Kaş kim çaydaşaydım, kaş kim çaydaşaydım, kaş kim çaydaşaydım, dertlerimi yaparaydı kaş. Orada uzakta. Ne yapar onlar ona? Çok sağ olun. Ben bir mahnını ifade etmek istedim size. Bu mahnının adı Təbrizli. Tesadüfen değil bu mahnı. Buyurun dinleyin. Təbriz. Kollarım dolanan boynuna bir gün yere baş koyarım dizime Təbriz. Hasretten, hicrandan cana doymuşam. Doyunca bakarım gözüme Təbriz. Hasretten, hicrandan cana doymuşam. Doyunca bakarım gözüme Təbriz. Bulanık sularım aksın durulsun. Taze güllerinden vüsal kurulsun. O gül camalından bir de kurulsun. Oğlum bir kulak olmasın üzülme. Bulanık sularım aksın durulsun. Taze güllerinden vüsal kurulsun. O gül camalından bir de kurulsun. Oğlum bir kulak olmasın üzülme. Bir kulak olmasın üzülmeden Təbriz.
seyrine gelin. Mare yamacında birden dincelim. Öten günlerime yetişmez elim. Düşüm hiç olmazsa izinle veririz. Öten günlerimi yetişmez elim. Düşüm hiç olmazsa izinle veririz. Ulanır sularım aksın dursun. Taze güllerimden ısık dursun. O gün canalından bir de vursun. Ağzım var olmasın yüzüme. Bulanır sularım aksın dursun. Taze güllerinden ısık dursun. O gün canalından bir de vursun. Olmasın üzülme. Bilmem olmasın üzülme. Bir gubar olmasın üzülme. Bir gubar olmasın. Kapriz. Öbür mahnıda size təqdim etmək istəyirəm. Bu da bizim Müslüm Magamayev'in mahnısıdır bu da. Şehrim
Sağ olun. Nədə edəcəm, o Moskvadan gəlib, Moskvalardan. Adı Şirzad Pirallahi. Familiyasını, soyadı öyrənmə görə birazcık vaxt aldı, amma yaxşı yadında qaldı. Onu səhnəyə dəvət etmək istəyirəm. Aktyordur, Moskva Dərviş Teatrının baş aktyoru. Tamamilə doğrudur, Rəşrəf müəllim təsdiqləyir. Şirzad sizin huzurunuzda. Şirzad bizim üçün bilirsiniz nə söyləyəcək? Gülüstan poemasından bir parça. Bayaq Zakulisdə soruşuram ki, sən bu poemanı başdan ayağa bilirsən? Deyir, əlbəttə. Çox belə mat qaldım da, necə ki bizimkilər deyirlər. Şirzad indi çıxacaq, biraz yəqin ki orada başı qarışıb təkrarlamağa şeiri, poemadan bir parçanı. Nəhayət, Şirzad sosyalın bir sonu. Hoş görürsünler. Doğrudan qərib ölkədə Azərbaycanla girişiblər. Allah Teala hamıza can sağlığı versin. Öz qulusun, üstünə zikirləməsin. Həmişə bir olun. Ah, qulmuş vətən. Ah, yazıq vətən. Dünyalar titrəndi, aləmlər ayaqlaşdı. Fələklər bir-birindən qarışdı. Millətlər yuxudan oyanıb, gözlərini açdılar. Pərakəndə düşmüş qardaşların tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən hardasan, ay bikarə vətən? Dünya aləm dəyişibdir. Mənalar özgə təbir ərz elədi. Yəni bizim dilcə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı. Amma buna hamı qail oldu ki, vətən, vətən, vətən. Dil, dil, dil. Millət, millət, millət. Bəs vaxt otururam. Papağımı qabağıma qoyub fikrə gedirəm. Xəyalata cumuram. Özümdən soruşuram ki, mənim anam kimdir? Öz-özümdən cavab verirəm ki, mənim anam rəhmətli Zəhrəbazı bacı idi. Dilim nə dildir? Azərbaycan dilidir. Yəni vətənim haradır? Azərbaycan vilayətidir. Demək, dilimin adı Azərbaycan dilidir. Belə çıxır ki, vilayətində Azərbaycan vilayəti. Harada Azərbaycan? Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhəridir. Qalan hissələri də Gilandan qədim Rusiya hökuməti ilə Osmanlı hökuməti daxilindədir ki, bizim Qafqazın böyük parçası ilə Osmanlı Kürdistandan və Bəyazətdən ibarət olsun. Gözəl Azərbaycan vətəni. Harada qalmışsın? Ay torpaq çörəyi yeyən Təbrizli qardaşlar. Ay keçə papaq xoylu, meşkilli, sərablı, yoruzlu və moruzlu qardaşlarım. Ay bitli, marağalı, mərənli, gülüstanlı, qulibiyaman vətəndaşlarım. Ey Ərdəbilli, qalxanlı bəradərlərim. Gəlin. Gəlin. Gəlin mənə bir yol göstərin. Vallahi ağrım çaşır. Axır dünya aləm dəyişildi. Hər bir şey qayıdıb əslini tapdı. Hər mətləbə əl vuruldu. Gəlin biz də bir dəfə oturaq keçə papaqlarımızı ortalığa qoyub fikirləşək. Haradır bizim vətənimiz? Gəlin. Gəlin. Ey vətən unudulmuş qardaşlarım. Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırqanmış və millətimizin ruhundan xəbərsiz olan
bir para millət başçılarımız bilir, nə gün ağlayacaqlar? Niyə sordun? Ey mənim bir-birinə həsrətli qardaşlarım. Sınamadan ilqarımı, bağladılar yollarımı. Sınamadan ilqarımı, bağladılar yollarımı. Hicran etdi qollarımı, kəsər bilmərəm, bilmərəm. Hicran etdi qollarımı, kəsər bilmərəm, bilmərəm. Elə bil ki, üzə düşdüm, bütün dərdlər bizə düşdüm. Elə bil ki, üzə düşdüm, bütün dərdlər bizə düşdüm. Aramıza gürzə düşdüm, əzər bilmərəm, bilmərəm. Aramıza gürzə düşdüm, əzər bilmərəm, bilmərəm. Əzər bilmərəm, bilmərəm. Dayanıb arasın bu tayında mən can qardaş deyirəm, o da can deyir. Ey zaman, sorğuma cavab ver, nədən? Səsim yetər yerə, əlim yetmir. Ürəkdən ürəyə körpü, bir dayan. Dərdimiz nirsə bir sazın üstündə. Şəhriyar yaralı sıralarından körpü salmadı mı Arazın üstündə? Ağlar bilmədi, bildi bu torpaq. Təbrizdə, Bakıda, Azərbaycandır. Bir elin ruhunun dilinə ancaq kağızlar üstündə bölməyə sandı. Böl kağız üstündə, böl gecə gündüz. Torpağımızda dirəklər də düz. Gücünü, əzmini töhlə meydana, qoşulan silahdan səs çək hər yana. Torpağı ikiyə bölərsə, ancaq çətindir canı bədəndən ayırmaq. Ayırmaq gəlməsin kimsəyə asa. Bir elin, bir olan dərsərdir. O taydan bu taya Mustafa Payan oxuyur Vahidin qəzəllərini. Dolandı zamanı, döndü qərinə. Şairlər ot döktü yanan dilimdən. Vurğunun o həzrət nəğmələrinə Şəhriyar səs verdi Təbriz elində. Heydər baba, göylər qara dumandı. Günlərimiz bir-birindən yamandır. Bir-birimizdən ayrılmayın, amandır. Yaxşılığı əlimizdən aldılar. Yaxşı bizi yaman günə saldılar. Allah qala birimizdə həmişə bir mehriban etsin. Həmişə bir yerdə olar. Azərbaycan qaldı. Azərbaycan ən çoxdur. Zülüm nə din bildi, nə dil, nə vətən. Cəhalət uydurdu İslam adına. Açıq fikirlər qaçdı ölkədən. Düşünən başları qovdu ölkədən. Hakimlər özü də bilir də aşkar, mənim öz dilim var, öz tarixim var. Siz haqqın üzünü boyalayarkən həqiqət də aydın, yalan da aydın. 100 min erməninin məktəbi varkən 30 milyon türk onu qıymadı. Dinində törəndə bizimlə birkən yüksək məqamların haqqını sildin. Dinlə düşməni əzləyərkən sən öz dindaşına düşmən kəsildi. Bir vahid millətə iki hakimin dili doğmalaşdı. Qulaq ağ oldu. Doğma anamızın şəkərdən şirir bizə öyrətdiyi dil yasaq oldu. Özündən sözündən qaçan dilimiz İslamı üşüdü qarda, yüksəkdə. Yüksək məqamlarda yasaq dilimiz qovulub yaşadı kənddə, kəsəkdə. İnsan olmaq üçün uşaq dil açar. Bölər öndə biz dilsiz olduq. Dil varsa,
tarix də var, şan şöhrət də var. Dil yoxsa, tarix yox, şan şöhrət də yox. Dilimiz yoxsa onda biz kimi? Farsdan dönməzsiniz dedilər bizə. Baxıb gözümüzün içinə dimdir, onlar qəsd elədi mənliyimizə. Firdovsin söz aşı Türk oğlu kimi Əfrasiyə baxdı Alper Tunqadan. Məgər Farsidimi sizin Rüstəmi döyüşə çağıran o böyük xaqan? Məgər Türk deyildi mənim şahlarım əsrlər boyunca mülk İranda? Bəs tutmazmı naləm, ahlarım mənim Farsdan dönmə adlandıranda? Türkün zatındadır kişiliyi məndi, o öz düşməni vurmaz arxadan. Türklə bu düşmənçilik sizdə bir adətdir, qalü bəladan. Sədi dərs də verdi sərlərdən. Sizsə başqasını bəyənmədiniz. Möhtəşəm bir dini alıb ərəbdən, ərəbə kəyirkə yeyən dediniz. Bir vahid millətə iki hakimi dili doğmalaşdı. Bu laf ağ oldu. Doğma anamızın şəkərdən şirin. Bizə öyrətdiyi dil yasaq oldu. Bəzən özümüzü bəyənmədik biz. Dedik, filan kəsə gərək oxşayaq. Yandı öz bağımız, fikir çeşməmiz, özgə bağlarını suladı ancaq. Heç kəs inciməsin dedik qoy bizdə. Yandıq yad evində bir çıraq kimi. Buyur deyə hörmətimizdən qonağı elədi evin sahibi. Bizim böyük ustadlarımız xəmsələr bağladı özgə dilində. Dönüb yadın oldu bizim varımız. Babam talan oldu öz mənzilində. Yada abidələr ucalıb dedi, fəhdəli bizimdir, ustalıq sənin. Çox zaman özgəyə qulluq elədi. Beyin bizim oldu, əsər özgəli. Nadir də, qacar da ölkələr aldı. Vətən ucalmadı, taxtı ucaldı. Öz doğma elini ayağa saldı. Şahlar bizim oldu, zəfər özgəli. Gözümüz gözdən, küllə oynayıb, əl çəkib közdən. Rəylər nur aldı, ölkələr nur aldı şəfəqimizdən. Günəş bizim oldu, səhər özgəli. Mənim sərvətimə cahan göz dikdi, sərvətim, dövlətim ona gərəkdi. Babam yer şumladı, babam yer əkdi, zəhmət bizim oldu. Bəhər özgəli. Açdı sinəsini bizə bu torpaq. Aləmi bəziyib lüt olduq ancaq. Cıdırda çapsaq da hamıdan qabaq. Hünər bizim oldu, nəmər özgənin. Qızıl bizim oldu, kəmər özgənin. Meydan oxusaq da kənd dövranə. Bəzən özümüzlə üzbəyiz oldu. Düşməni əssəydən mərd-i mərdanə. Bəzən düşmənimiz özümüz olur. Qoruyun bir-birimizi, Azərbaycan xalqı! Qoruyun bir-birimizi! Zəfərimizə, müziklərimizə, bizim gözəl müziklərimizə. Yaşasın Azərbaycan xalqı!
açan rüyaya. Her zaman güzel aksi canlanan bana salan rüyaya. Evet sevinci sesim birinci, her işte birinci rüyaya. Saçan sevgiden uçan rüyaya. Her zaman güzel eksi canlanan benden salan rüyaya. Emin sevinci sesim birinci, her işte birinci rüyaya. Yandırıp yakan kalbi orlayan, coşup çağlayan rüyaya. Çiçekten kaçan, güneşten saçan sevgiden uçan rüyaya. Her zaman güzel eksi canlanan benden salan. Evet sevinci sesim birinci, her işte birinci rüyaya. Yandırıp yakan kalbi orlayan, coşup çağlayan rüyaya. Çiçekten kaçan, güneşten saçan sevgiden uçan rüyaya. Her zaman güzel eksi canlanan benden salan. Evet sevinci sesim birinci, her işte birinci rüyaya. Ben istəyərdim biraz mikrofonumuza ses versinlər, biraz səslənməmizə də fikir versinlər gedişatdan. Görüşməyimizə çox şadam, ilk dəfədir bu şəhərdəyəm. Allatmayacağım sizi. Mən isti şəhərləri çox sevirəm, hər şey sevirəm. Əgər siz burada baş çıxardıb yaşayırsınızsa, başınızı yuxarı edirsinizsə, mən qarşınızda başlayacağım. Çünki Sınqadan sonra gəl olacaqlar içəri, xəbərlər yəni, bay gözlüklər məni, bu doğrudan olacaqdı. Yəni ki, qolacaqlar buradan məni. Sizə halal olsun. Vallahi. Çox sevirəm ki, bu soyuq havada hamımız görüşdük. Nəyə yığılmışıq, nədən buradayıq, bunu da hamımız gözəl dərk edib bilirik. Hər halda nə ediriksə, sabah üçün edirik. Hamımıza təşəkkür edirəm. Bu işdə imzamız olduğu üçün. Gizli sevgidən danışaq. Görəsən var aramızda gizli sevənlər. Şəhərin çox. Dokunma bana sevgilim, sana uğraşmaktan, sana uğraşmaktan korkuram, korkuram. Sana derler kimi sevmek, seni yitirmekten, seni yitirmekten korkuram, korkuram. Gizli bakma
Şafta baba demişkən, düzdür, padarka gətirməmişəm sizə. Padarkalar sizdən gözləyirəm. Nə var? Xaricilər gələndə bəs bahalı bunlardan ne tapırsınızlar mı? Orada... Hə, fikirləşirəm ki, elə mahnılar var, siz uzaqdansınız. Sizə və tez çata da bilər, geç çata da bilər. Mən də orada spora dayanmışam da, o söylü kimi hər ay birində oğaram. Mən hər ay bir mahnı oxuyuram. Ona görə fikirləşirəm ki, elə bir istəyiniz olsa, yazıb da verə bilərsiniz. Və yaxud ki, xanım və yaxud nətər qulağıma qışqırırsa, indiyənə kimi açılmayım. Bir tərəfim oynayır, bir tərəfim yox. Oynaq mahnı istəmişdik, hə? Oxuyaq. Əgər bu səsdə bu ritmləri hiss ediriksə, maşallah. Deyiləm, biz neçə illərdir bəs bu soyuqda qalırıq, da deyirsən, donub hisslərimiz. Elə bir viçirinkaya getmişik. Mən həmişə bir üstüyə sevinirəm ki, mənim konsertimə gedəndə kimsə sarayda da konsertdə fikir verirəm. Hamı bəzənlir, uzun paltarlar. Deyirəm, ay evi yıxılsın və mən nə geyirim çıxmırım? Və hamısı qlafqasında, makiyaj, par, o qırmızı ayaqqabı gedəndə soyunub gedərsən. Hamısı bəzənib və mən nətər çıxım səhniyə? Sual işarəsində axır ki, bir şey tapdım. Heç küsməyi yerdim oxuyan. Sahil balıcı. Hiç
qalxırsın, belə də ki, siz deyəsiniz tamaşa. Hara əlimi qaldırırsan, nə bilirsən mən nə deyəcəm? Ona görə dinlərək mən çox danışmayayım, sonra ordu dalınca gəlir. Ayağımı əyilsin, elə bilirlər, hamısını ayağı əyilməlidir. Deməli, siz çıxıb burada oynayırsınız, bütün mənim sənəddə nə yığmışamsa, həyatda nə var, hamısını belə itəlirsiniz, atırsınız qırağa. Soruşun, niyə? Burada oturan kişilər ancaq sizə var. Siz mənimizdə tamaşaçılarını oynayırsınız. Xahiş edirəm, orada da oynanmayın. Belə deyənim ki, onlar belə çönüb baxa bilməsin. Deyir, özünüzdən utanmamız bəzi ya. Ay salam. Ayaqqabıya baxırdım. Dilim olsun, özüm dilim qəşəngdir, belədir, o mənə yox, ona baxacaqlar, təbii. Bunlar hamısı zarafatdır, amma ki, körülməyibdir mənim qızlar. Birinci mənə bəyənmədilər, siz də mənim dalımca gəlirsiniz, yavaş. Nə oxuyum, hansı mahnı eşitmək istəyirik? Sənə görə, hə? İstərsəm qəlbimdən silinmək. İstəyirəm ki, olanlar qəlbimdə sir kimi qalsın.
İstersen bəxş edim sənə dünyalar, İstersen mən də unudum varlığımı sənə görə. Yeter ki o qəlbli gözlər yenə görsün, ötüb keçər xoş günləri yana düşsün. Mən də baxım qəm kədəri tez unudum sənə görə. Demişəm ki, mahnı sözü yazın ha. Biraz da imkan verseydim, kupçu zat gətirəcəkdim. Ne qəşəngli olur. Deməli yazıblar, özdə bir kəlmə yazırsan İlhamə Quliyevə başa düşdüm. Qaş qabağın, ona oxuyanda biz uşaq idim, biz bitirmişim. 3 dənə uşaq doğmuşam mən, ondan sonra 85 dənə mahnı mənə göstərirsən, biz əncəli mahnıları. Yaxşı, sən sırtdan çıxardaram. Sizdən çox xahiş edirəm, Jaləni yanınıza dəvət elədim. Hanı Jaləm? Balacadır, böyüdür. Ben boydum mesela üçün. Ne gelir? O maşallah. Jalən gel görüm yanıma. Kız çok sevir. Kızın atası beni çok sevir. Boşanmıyor, nazar oku değil. Sen benim mahnılarımı okursan, yaxşıdan oxuyaq bir yerdən. Səninəm, illər ötüb keçsə də bil ki, yalnız səninəm. Məndən uzaq düşsən də sənsən düşünməm. Ömrümün ən gözəl şirin nəğməsi səninəm. Onu bil, illər ötüb keçsə də bil ki, yalnız səninəm. Bütün kızlar görsünüz o da başladı. Belə. Əslində mən də hərdən radio özümə qulaq asıram, mən elə oxuyuram. Görürüm ki, elə də mən qərib olanın budur, nəyə görürsün. Hələ bununla sözümü sevdirmişəm, sağlıq şuraya məndən sağlıq. Cavabı buradan ora kimi səs var, sonra elə bilir. Burada geliyor. Gəl səni öpüm, Jalən, çox qəşəng adam. Sən subaysan, yox, nişanlısan, özgəmalısan, diged onda, diged nə qədər problem edəmirsən, ərə gedəndən sonra çıxarmırsan, niyə gedir? Deyəcələ biraz ağır ola bilmiş. İndi açasam da yazım, mən ərindən boşanmaq istəyirəm, kömək elə bilərəm. Salam. Ayaqqabı Nasbərinindir. Yalan deyir, brilliant. O da xoş deyir ayaqqabı. Bax, qırılıb çıxır. O zarafat deyirəm, belə də görürsünüz. Hər gedib Facebookda axşam oturub nə istəyir yazacaq. Nömrənizi mənə yaz. Bəlkə evan varımız sərimdən gizli şkafını da saxlayayım mənə. Davam edək. Hansı musiqimiz gələcək bilmirəm. Çünki Kənan öz də aşıq oldu və yaxdan ancaq mesaj yazdı. Bir özə məktub göndərim.
Küçücük sözü sen desen bana bir defa, konuşum sana bir defa. Bu hayatım bitemem yeniden sen olmama, gelen yine bir defa. Bu kalbim değil, konuşmak istedim, o sensiz titredim bu hasretten. O sen görmedin, çağırdım gelmedin, bana pay vermedin muhabbetten. Sen tavsizlerin önemi ya da sevgi beslemişsen, nerelerde saklamışsan. Allah ben seni kalbimdeki gibi yüreğimde dinlemişim, gece gündüz ağlamışım. Bir kelime tavsizlerin önemi ya da sevgi beslemişim, senelerdir saklamışam. Ama sen seni kalbimdeki gibi yüreğimde dinlemişim, gece gündüz ağlamışam. Sen tavsizlerin önemi ya da sevgi beslemişsin, bana derdi saklamışsan. Allah ben seni kalbimdeki gibi yüreğimde dinlemişim, gece gündüz ağlamışam. Sen tavsizlerin önemi ya da sevgi beslemişsin, bana derdi saklamışsan. Allah ben seni kalbimdeki gibi yüreğimde dinlemişim, gece gündüz ağlamışam. Teşekkürler. Bugün mən belə bilirəm ki, bugün bizim görüşümüzü təşkil edən insanlar da çox əziyyətimizə durublar. Baxmayaraq ki, bir dənə otelə qoyublar, 2 dəqiqədən bir şıq atırdı deyəcəm. Plitkada yatmışıq. Sonra o biraz artırım üstünə qoyub 5-in altısını. Xoş deyirən axı bizim. Yox. Ama çok yəqin istənmişlər ki, çox gözəl yer olsun. Bir xatiyalıcıq, получилось качественно. Ama bura gəlib çatandan, yanımızda olan insanlar, saatlardan kaprisimizi aşağıda bizi gözləyənlər, hamıya tək-tək bağıma basıb öpüb təşəkkür edirəm hamısına. Və bu da onlardan birinin qızıdır. Gördüm onu, ürəyimdən oxuyub keçirdirəm. Bəlkə gedim ərimi, körünü şad edib, bir dənə qız mən doğum. Amma axıra saxlamışam onu. Hələ oğlan var, limitdir də, limitdir. Hərə boş əzdir, hərə boş. Qıza saxlayacam ki, ən bərk həyalda bir dənə də qız güpuldadıram, gedir, kef edir. Bir neçə il yenə saxlayacaqlar, mənə narahat olmayım. Ay, ərimini mən aşağıda hər şey yapmaq üçün. Deməli, kişilərin ən çox bir dəfə yolu gedirəm, bir kişi belə kəpər, yekəcibdə qabağıma belə risk verib saxladım. Ay dayıbdır, və öldürmüşdür bizi. Sən axı deyir, kimsən? Mən belə dayandım, fikirləşirəm, mən nə eləmişəm ki? Amma mən gülə-gülə danışıram da, siz onu təsəvvür edin, necə pis enerjini o məni danlayırdı. Deyir, sən axı kimsən? Sənə kim belə hüquq verib? Sən necə insanların ürəyini partlıda bilərsən? Bu nə oxumaqdır? Sən o evlisən, yoxmusan, mən az qala boşanıram. Mən deyirəm, ay, birinci elə bundan başlayım. Oxuyuram, özüm üçün oxuyuram. Səndən evlisən, yoxmusan? Yazıq, işistamısı açılıb da. Qız deməli, neçə illər deyir sevgilimdə, o mahnı çıxandan sonra deyir, gedə evlisən, gedirəm səndən. Deyirəm, bəbə, ay, ona qədər fikir verməyim də, ona görə xalatenka baxmışım. Dostum musan, yoxsa sevgilim? Hələ bir cavab ver, görüm.
Hələ o işarə altında qalıb, hələ də nə bəstəkar şair heç mən özümdə tapa bilməmişəm. Amma kim tapıbsa halal olsun. Onu oxumaq istəyirəm bizim əzizlərimizdən birinə. O da olsun. Bir mahnı sonra olsun. Niyə bir tamojda buraxmırlar onu? Hə, kargo ilə gəlir. Nəsə samballı bir şey deyə gör. Onun içində nə qədər kişilər var. Yer tapmırlar da bir tərəfət oradan çıxardılar. Yaxşı, nə oxuya bilərik, nə gəlib çatır? Görəsən, burada əyləşənlərdən Ayan adlı var, kimsə? Yoxdursa, onda kino var, gelib gəlməsəm uşağın adını qoyarsın. Onda qoyarsınız, Ayan. Ama gelib qaybədim. Şirin şekerim olsa, yüreğime dolsa, gözlerime olsa, yüreğime dünyanın her şeyi sen olma, evimizin olsa, senizin olsa, devrim aşırı şekerim olsa, yüreğime dolsa, gözlerime olsa, yüreğimden bilmem ki bir kez senden başka gözlerim çok güzel karşı senden aşk ayağına yaşayım ayağım bana şirin ayağım cana şirin ömrüm olsun şirin ayağına yaşayken nazlı şirin şeker dayanamda çeker ayağına yaşayken şirin şekerim olsa, yüreğime dolsa, gözlerim olsa, görelim dünyanın her şeyi sen olma, evimizin olsa, senizin olsa, devrim aşırı şekerim olsa, yüreğime dolsa, gözlerim olsa, yüreğimden bilmem ki senden aşk gözlerim çok güzel aşk senden aşk ayağına yaşayım ayağım bana şirin ayağım cana şirin ömrüm olsun şirin ayağına yaşayken taze şirin şeker dayanamda bana çeker ayağına yaşayken söyle ki benim dostumsan yoksa sevgilim bana bir defelik söyle ki benim dostumsan yoksa sevgilim.
mahnını belə ürəklə oxuyursan, mən deyirəm, əslində mən şeiri çox sevirəm. Konserti açılış, orada nəsə var? Yıxılarım yerə. Yox. Yanıb da sakitcədə, baxın. Hə, mən deyirəm ki, mən şeiri çox sevirəm. Əslində birinci sözlərə baxıram. Görürəm ki, lazımlı sözlərdir, problemli sözlərdir. Nə qədər problem var, hamısı mənimdir. Bizim də problemimiz bir dəqiq qıradır. Bilmişəm. Dünən bizdən oğlan yol gəldi. Nə problemdir? Bizdə problem bir dənədir. Qroniyanda otururuq, hamı bir-biri qırır. Belə çözülməz problem yoxdur hamımız üçün. Burada da bir dənə bizim aktyor sənətçimiz, səhv etmirəmsə Moskvada siz çalışırsınız, hə? Teatrda. Qalxın ayağa zəhmət olun, sizi alqışlasınlar bir daha. Çünki mən bilirəm, mən gələndə siz şeir bilirsiniz. Ona görə də istəyirəm ki, ya indi ya birazdan hazırlaşaraq sonunda bir dənə şeir deyirsiniz, məni buradan nasılqa ilə aparırlar. Elə bir şey deyə bilərsiniz. Yox. O məni arıq zənn edir, ona görə fikirləşir. Adə, mən də o 3 dənə qıza özümdən götürərəm, heç də eləyə bilməzsiniz. Mənə bax. Verirlər. Biraz sonra alacam sizi yanıma. Sonunu bir yerdə edərik. Dediyim kimi, göndərin məni getsin. Salam Röya xanım, sizi nə? Talihimə burada yazılar da var, onlarla bir yerdə belə gedir. Sərdən hər vaxt alır. Dəvət edirik. Sən ala, qabaqcan deyim. Mən yemək yemirəm bütün sutkanı. Bax, indi hal-hazırda gözümü açandan yuxudan 2-3 stəkan kofe içmişəm. Piraşki eləyərsiniz mən üçün, zəhmət olmasa. Kartoşka ilə. Bir də ki, soram nə istəyirəm. Bir də ki, kondisioner qoydurun evə, qadan alın. Bu gecə də plitka ilə yata salmıyor. Hə, təbrik edirəm mən. Təranə xanımı, o buradadır mı? Təranə xanımın ad gündür, dostları onu təbrik edir. Mənə var, radio zəmin. Gör evə bazarırsa, lazımsa bu oğlan bütün işi gücünü atıb, bütün günü yanımızdadır. Xahiş eləyə gedib eləsin. Demsə, biraz da yazıcılı ərimlə dava eləmişim, civarışım. Deyim də sizə, mənim kimi 3 gün evə getmişsən, nasıl saxtaracaq? Hə, nə oxuyurum? Qəmərim, bayaqdan çox ürəyim istəyir qəmərimi. Bilmirəm amma o haradadır. Əslində çox sevdiyim bir addır, ona görə də ona ifa etmişəm. Bizim işçilərimiz stresdən bilmirəm. Heç öz əhqablarımı kinib gələ veriblər. Hələ onu soruşa bilməmişəm. Sonra hansı mahnı var sevdiyimiz? Yaxınlaşırıq sona, yavaş-yavaş, tez-tez fikirlərimizi söyləyək. Dəniz. Bu da qəmərim.
Röya xanım, biz sizi çox sevirik, çox sağ ol. Bilirəm, ona görə də buradasınız, sevməyən adamın yanına gələnlər olacaq. Biraz kimi qazırıq, qısran lazımdır. Yox, oturulub televizora baxılır. Mənim gözəl balamın Aysel'in 1 yaşıdır. Onu gətirməmişsiniz yəqin ki. Gətirmişsin. Onda gətirin öpüm onu. Adı ilə yaşasın. Ən gözəl dəqiqələrini görəsiniz. 7 aprelin ikisində, hələ sən 2 canlısan da demək olar, hələ olmayıb. Onda gəl öpüm onu. Haradadır uşaq? Uşaq hələ çıxmıyor. Hələ görəsin. Çox sağ olun. Çox gözəl belə enerjiniz var. Özdə ki, bir sürəcə elə bir tanıyıram sizi. Bəlkə tanış simalardır. Allahın bəxtinin gözəl yaxşı olsun. Sağ-salamat, böyütkünə, gülə-gülə bizim üçün yaxşı qövlad olsun inşallah. Bütün alqışlar bizim gələcəyimiz üçündür, uşaqlarımız üçündür. Belə deyəndə ağlamağım gəlir, çünki öz şahını indi 2 dəfə görürəm. Belə aparıcılar oracada. Hörmət lazımdır anaya, anası sən bunu deyil. Səla, indi uşaqlar deyirəm, bir də yadıma çünki uşaq məni görəndə belə baxıram ona bir iş kimi. Ay, nəzər böyürsən sən. Çox sağ olun, sevinç, öpürəm mən də sizi. Mən şeiri deyə bilərəm artıq. Mən istəyirəm ki, sizi sevə-sevə yanıma çağırım. Axırda ürəyim adlı mahnı ilə bitirəcəm. Hamı yəqin tanıyır mənə, sevgi verdi. Aldın əlimdən ürəyim, ömrüm günüm gör nə etdim. Düşdün gözümdən ürəyim. Görsən qadın məhəbbətini nə qədər də olmasa deyir ürəyim. Yalandan özümüzü tərifləyirəm də, nə yapmışsınız? Olmasa elə bir şey deyim ki, səhərə kimi ağlayım da. Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim. Örtmə yar gül üzünü, gün üzünə sayə düşər. Allahın agah ola, özgə təmənnaya düşər. 1000 ilin 1000 qocası bir telini görsə səni, dönər 15 yaşına bir yeni sevdaya düşər. Nə danım, nə gizlədim, haqqa çıraqdır gül üzü. Günəşə nur salar, ey gül, dolanar, aya düşər. Gözlərin kibri ilə tale yazır tanrılara. Qaşların yayı çatılsa, bu cahan vaya düşər. Sənin əmrindədir yeri göyü, gözəlim, əmrləsən, dəryalar aya çıxar, ay özü dəryaya düşər. Gir mənim qəlbimə, adəmlərə görsənmə gülüm, hərə bir məcnun olar, el oba səhraya düşər. Yürümə savun, qallarına, yürümə savun. Allah sizi, o sizin səsinizi Azərbaycan, Güneyli güzeli Azərbaycandan əski eləməsin. Sizdən hamısı fərqlidir. Salaq yapımıza cahanın rəngləri dəyişən 5 qitəsini biz də görəcəyik Azərbaycanın güneyli, kuzeyli xəritəsini. Sona gəldim. Allah bizə həmişə yaxşı günlər qismət eləsin. Biz deyəndə mən hamımızı deyirəm. Allahın yaratdıqları.